İydəni gözəl açan vaxtıdır. İydə ağacından çiçəklərini dərib mürəbbə bişirməyə qərara aldım. Çiçəklər çox ətirlidir, gözəldir və mən onları yığdım. Bir qaba dərdim və mürəbbə hazırlayıram iydə çiçəyindən. Suya 2 stəkan pesoq əlavə elədim və şirə qaynayanda iydənin çiçəklərini üzərinə əlavə etdim. Və şirədə qaynadı. Üzərinə hil əlavə etdim. Bir neçə dənə. Özünün ətri çox gözəldir. Budur, mürəbbəmiz hazırdır. Çox gözəl, çox ətirli vareniyyə hazır oldu. Nuş olsun. Belə fikirləşdim ki, bütün çiçəklərdən vareniyyə olur, niyə də olmasın.